Salam dostlar, hər vaxtınız xeyir olsun. Yenə mən Azərbaycan Dünya İnformasiya Məkanında İctimai Birliyinin sədri Kamil Abdullayev. Dostlar, bugünkü çıxışım tam fərqli olacaq. İqtisadi mövzudadır. Yəqin ki, artıq sizi də maraqlandıracaq. Bu son zamanlar sosial şəbəkədə çox gözəl dinləyirsiniz, eşidirsiniz. Regionlarda müşavirələr keçirir prezidentimizin köməkçiləri və bu müşavirələrdə Azərbaycanda aqrar sahənin inkişafı ilə bağlı 2015-2025-ci illərdə aparılan islahatların həyata keçirilməsi ilə bağlı olan bir müşavirədir. Mən də sizin kimi çox təəccübləndim. Görəsən, ölkədə bu islahatlar aparılanda Azərbaycan xalqının xəbəri olur ya yox? Regionlarda aparılan islahatlar, 2015-2025-ci ildə aparılan islahatlar bu xalqa xidmət eləyir ya yox? Yoxsa ayrı-ayrı məmurlara xidmət eləyir bu islahatların aparılması? Bugünkü gün hansı regionlardan söhbət gedə bilər? Naxçıvan əhalisinin demək olar ki, 25-30% çöllərdədir. Türkiyədə, Dubayda. Qazax xalqının kəndlərinin əksəriyyəti boşdur, qapısında qıfıldır. Gəncədə, Gəncənin kəndlərinin əksəriyyəti boşdur, qapısında qıfıldır. Tovuzda, Tovuz rayonunda kəndlərin əksəriyyəti boşdur, qapısında. Mingəçevir göz qabağında idi. Dəfələrlə sosial şəbəkələrdə göstərildi ki, Mingəçevirin əhalisi köçür. Gədəbəy bütün kəndləri demək olar ki, qapısında qıfıldı, bir qarı, bir qoca. Yəqin 2015-2025-ci illərdə aparılan islahatlarda kənddən köçmə məsələsi olubdur. Prosto aqrar sahənin inkişafı ilə bağlı əgər hər hansı bir orada islahat aparılsa, yəqin xalqın xəbər olardı. Bu qədər yalanla biz hara gedəcəyik? Bu ölkənin rəhbərindən, prezidentindən nədir istəyiniz? Niyə ona yalan danışırsınız? Niyə bu xalqa yalan danışırsınız? Bu qədər yalanlarla bu prezidentin başını doldurmaq nəyə lazımdır? Biz ölkəmizin rəhbərinə qarşı bu qədər yalan ifadələr vermək, islahatlar, özü də bilirsiniz, prezidenti də gətirirlər. Bu islahata çalışdırırlar ki, bəli, islahat aparılıb və prezidentin nəzarətindədir və prezidentin birbaşa müdaxiləsi var bu islahatlara. Yəni, bu qədər yalanı niyə aparırsınız? Bəli, 2015-2025-ci illərdə Azərbaycan Respublikasının aqrar sahəsinin inkişafı ilə bağlı proqram həyata keçirilib proqram təqdim olunubdur və bunu prezidentin bəli xəbəri ola bilər. Yoxsa orada aparılan islahatlardan heç bir islahat aparılmıyor. Əksinə xalqın günü, güzaranı demək olar ki, çox pis vəziyyətə salınır. Biz gərək yalan danışmayaq, biz düzünü deyək. Ölkə prezidentinə nə qədər, bunun hara gedəcək bu? Hara kimi gedəcək? Niyə yalan danışmalıyıq? Niyə yalanla deyirsiniz ki, islahatlar aparılıb? Və hardadır bu islahatlar? Nə aparılıb? Kənd təsərrüfatı məhsulları o bahasına satılır. Pomidoru, xiyarı, kartofu, gündəlik tələbat malları var. Hansı ki, bunların heç biri əl çatan deyil. Sonra ət məhsulları, süd məhsulları, bunların heç biri əl çatan deyil. Bugün ətin qiymətinə baxır, hansı islahatlar gedir? Bəli, zəbt olunmuş torpaqlar olubdur. Digər köməkçilərdən biri də başqa bir yerdə apardığı müşavirədə deyir ki, 169 min hektar torpaq sahəsi əkin dövriyyəsinə qatılıb. Yaxşı, əkin dövriyyəsinə qatılıbdır. Bunun artıq satışını təşkil eləyəcəksiniz ki, hansısa məmur alsın, orada əkinçiliklə məşğul olsun. Bugün biznes sıfır səviyyəsindədir. Azərbaycanda aqrar sahədə aparılan islahatlar gözə görünməz səviyyədədir. Biz bir xalq olaraq, axı biz xalq olaraq dövlətimizi sevirik. Amma nə qədər neyiniriksə bu dövlət bizi sevmir. Biz bir xalq olaraq prezidentimizin ətrafında birləşirik.
Amma bu hakimiyyət bizi uzaqlaşdırır. Bir xalq olaraq biz prezidentə dəstək veririk. Amma bu xalq bizim gözümüzü çıxardır. Bir xalq olaraq biz prezidentimizə, dövlətimizə canımızı qurban vermişik, veririk. 44 günlük müharibədə bunu biz isbatladıq. Amma bu hakimiyyət bizə imkan vermir ki, bu Azərbaycan xalqı normal şəkildə yaşasın. Yaşamağa belə imkan vermir. Biz kimə gedək müraciət edək? Bu qədər yalan mı olar? Bu yalanları da görürsünüzmü? Sosial şəbəkələrdə artıq tirajlayırlar bu yalanları. Amma doğrusu ekspertlər bunlara öz fikirlərini, münasibətlərini bildirmirlər ki, yəni bunlar olmayan bir şeylərdir. Görürsünüzmü? Jurnalistləri də tutub soxdular, normal jurnalistləri ki, bunların paxırlarını açıb tökürdülər. Deməsinlər və gətirdilər prezidentlə çalışdırdılar. Yenə agrarsa iqtisadiyyatda gətirib prezidentlə çalışdırırlar ki, prezidentin birbaşa nəzarətində olur bu islahat. Bəli, dövlət proqramı prezidentin nəzarətində həyata keçirilir. Amma bu proqramın yerlərdə həyata keçirilməsindən dövlətin xəbəri varmı? Prezidentin xəbəri varmı? Hansı islahatları həyata keçirmiş? Bir dənə normal bir rayon deyin ki, hansısa bir rayonda getmişsiniz, əkinçiliyin inkişaf etdirilməsi ilə əlaqədar bir tədbir keçirilibdir və yaxud da ki, orada olan əhalinin bir rəyi, fikri öyrənilibdir, orada dolanışıq öyrənilibdir, heç bir şey yoxdur. Biz ancaq yalan üstündə bu dövləti inkişaf elətdirməyə çalışırıq. Amma yalanla bu dövləti heç bir yerə apara bilmərik. Ay, çox hörmətli bizim prezidentin köməkçiləri, prezidentə düzgün məlumat verin. İnsanları tuz soxmaqla deyil ki, nə qədər tuz soxacağıq, nə qədər düz danışanı tuz soxursunuz içəri. Ekspertlər də artıq qorxurlar ki, o filan kəsdir, prezidentin köməyi, nə olar prezidentin köməkçisi olanda. Amma düzünü deyin də, islahat aparılırdısa, bundan xəbərimiz olardı. Qeyri-hökumət təşkilatının rəhbəri kimi biz bir orada iştirak eləyərdik və yaxud da sizə bir dəstəyi olardıq, bir bilərdik. Nə qədər bizi sıxacaqsınız, nə qədər bizi bu islahatlar, aparılan islahatları özünüz öz aranızda qohum əqrabanla islahat apara bilərsiniz. Bugün ən yaxşı yaşayan sizin qohumunuz, əqrabanızdır. Xalqa xidmət eləmək lazımdır. Xalq başqa şeydir. Sizin qohumlarınız xalq demək deyil. Sizin ətrafınız xalq demək deyil. Xalq acından batır. Bunu demir çatdırmaq lazımdır prezidentə. Yoxsa aparılan islahata heç bir islahat getməyib. Amma ola bilər prezident həmin islahatın aparılması üçün proqram təminatı kimi oraya kifayət qədər vəsait ayırıb. O vəsait yoxdur. İndi siz regionlarda gedirsiniz, həmin vəsaitin üstünü bağlamaq üçün, artıq yeyilmiş vəsaitin üstünü bağlamaq üçün orada müşavirələr keçirirsiniz. Mən belə hesab edirəm və xalqın əksəriyyəti belə hesab edir. Diqqətinizə görə çox sağ olun.